Göyçayda şəhid Əli Eyvazovun şəhadətinin 5-ci il dönümü qeyd olundu. Bu gün Göyçay rayon Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən Eyvazov Əli Sehranoğlunun şəhadətinin 5-ci il dönümü mərasimi keçirildi. Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının rəhbəri, din xadimləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri, rayon sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər. Mərasim şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Qurani-Kərim surələrinin oxunması ilə başladı. Çıxış edənlər qəhrəman şəhid Əli Eyvazovun döyüş yolundan və göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs etdilər. Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirərək şəhidin məzarı önünə gül dəstələri düzdülər. Əli Eyvazov 2001-ci il iyunun 30-da Göyçay şəhərində anadan olub. Subay idi. Azərbaycan ordusunun əsgəri olan Əli Eyvazov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalı altında olan ərazilərinin azad edilməsi üçün başlatdığı Vətən müharibəsində savaşıb və oktyabrın 14-də qəhrəmancasına şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əli Eyvazov ölümündən sonra vətən uğrunda cəsur döyüşçü və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.